Deməli, test toplusunun 45-ci sualdan sonranı izah edirəm. Azərbaycanın geoloji quruluşunun mövzusundan. 45-ci sualda xəritə sxemində niyə 45-dən başlayıram? Çünki testin sonlarında olan suallar daha maraqlı, daha çətin və ağır olurlar. O səbəbdən, yəni əvvəlləri asan olur deyə 45-dən başlayıram izaha. Xəritə sxemində rəqəmlərlə verilən məntəqələr üçün səciyyəvi olan süxurların geoloji yaşın artması ardıcıllığını müəyyən edin. Yaş artması deyirsə, yadımıza salırıq ki, Azərbaycan xəritəsinin yaşıl rənglə olan bu hissələri, yəni bu hissələri ən cavan süxurlar olandır. Bir də Xəzərin altından ən sonda çıxan ərazilər ən cavan süxurlardır. Burada uyğun gəlir 2 rəqəmi. Yaş artması dediyinə görə deməli biz 2 ilə başlamalıyıq. Sonra yadımıza salırıq ən qədim süxurlar Azərbaycanda 2 yerdədir. Burada, bir də burada. Deməli 2 ilə başlamalıyıq, 3 ilə bitməliyik. Baxırıq 1 və 4 cavabımıza. 4 neogen süxurunun olduğu yerdir Ceyrançöl zonası. Ceyrançöldə neogendir. 1 isə Yura süxurudur, mezozoydur. Neogen kaynozoyun olduğuna görə 2-dən sonra 4 gələcəkdir. Sonra Yura süxuru, mezozoy, ən axırda da paleozoyun qədimə doğru getdik. Yəni kaynozoyun çəkmə süxurundan 2 ilə başladıq. Neogenlə davam elədik, kaynozoyun neogeni ilə. Sonra mezozoyun Yura təbaşir süxuru ilə, ən axırda isə ən qədim süxur olan paleozoyu götürdük. Doğru cavabımız oldu 2, 4, 1, 3. B variantı. 46-cı sual. Ən qədim süxurların yayıldığı ərazilər müəyyən edin. Ən qədim süxurlar Azərbaycanda 2 yerdədir. Tovuzda Əslikçay, Zəyəmçay, bir də Naxçıvanda Dərərəyəzin ətəkləri, Sədərək qalxması. Yəni burada doğru cavab olacaq 2 və 5.